İsmayıllı rayonunun Mincə kəndində sakinləri uzun illərdir narahat edən bir məsələ var. Kəndin adı rəsmi sənədlərdə Mincə kimi qeyd olunur. Bu isə kənd cəmaatının narazılığına səbəb olub. Sakinlər məsələ ilə bağlı kanalımıza müraciət ediblər. Mövzunu yerində araşdırmaq üçün əməkdaşımız Rafiq Həsənov Mincə kəndində olub və sakinlərlə görüşüb. Onların sözlərinə görə kəndin tarixi adı hər zaman Mincə olub. Lakin son illər yol boyunca qurulaşdırılan nişanlarda kəndin adı Mincə kimi yazılıb. Kənd sakini sənəddə səhv olduğunu göstərir. Sakinlər deyirlər ki, bu bir hərf fərqi onların gündəlik həyatında ciddi çətinlik yaradır. Məsələn, sənəd almağa gedən zaman şəxsiyyət vəsiqəsində göstərilən ünvanın səhv olduğu bildirilir. Bu isə insanları əlavə vaxt itkisinə və əsassız prosedurlara məcbur edir. Hazırda kəndə 50 təsərrüfat təxminən 240-a yaxın sakin yaşayır. Onlar bildirirlər ki, 2018-ci ildən bu günə qədər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də hələ ki heç bir nəticə yoxdur. Sakinlər ümid edirlər ki, bu süjetdən sonra məsələ nəhayət ki araşdırılacaq və kəndin adı rəsmi şəkildə öz düzgün forması Mincə adı ilə bərpa olunacaq. Bu hadisə yaxın keçmişdə, bu yaxın zamanlarda olubdu da, təxminən bir 10 ilin söhbəti olar ki, Q hərfini C hərfi ilə əvəz olunubdu. Hansı səbəbdən o hələ heç kəsə məlum deyil. Sizə nə çətinlik yaradır? Bizə çətinlik yaradır ki, bizim bütün tarixi sənədlərimiz hamısı Mincə adı ilə yazılıbdır. Bütün sənədlər də hara gediriksə, məsələn göstəririk ki, biz bu sənədləri deyirlər ki, C hərfi ilə K hərfinin burada fərqi var. Ona görə də sənədlər dəyişilməlidir. Bunu necə eləmək olar ki, bir də təzədən bütün sənədlər, arxiv sənədlər 50 ilə 60 ilin, 70 ilin sənədləri hamısı Q hərfi ilə gedibdi, Mincə adı ilə gedibdi. Bizim babalarımız da, atalarımız da, özümüz də. Mən 75 yaşım var, mən bu vaxta qədər kəndimizin adı həmişə Mincə olaraq yazılıbdır. Kənd Sovetinin arxivi də var, orada da araşdıra bilərsiniz. Bütün rayon sənədlərində də hamısı. Vaxtı bir kəndin ağsaqqalı kimi istəyiniz nədir? İstəyimiz odur ki, kənd əvvəlki adına qaytarılsın ki, C yox, Q hərfi yazılsın, Mincə kəndi yazılsın. Deməli, adın dəyişilməsi tamamilə bu heç bir məntiqə uyğun deyil də, bəli. Mənim 52 yaşım var, bu kənddə doğulub böyümüşəm. Bizim istəyimiz odur ki, qardaş, bizim kəndin adı qaytarılsın. Bizim kəndin adı Mincə kəndidir. Bu kəndin 150 il, 200 il tarixi var. Qədimi kənddir bu kənd. Mincə olub bizim kəndin adı. Mincə də ərəb sözündən yarım kənd deməkdir. İndi dəyişib eliblər Mincə. Mincə də nə əsas verir, nə məna kəsb eləyir, tat dilindən tərcümə eləyəndə ortam deməkdir. Yəni, bu ad bizə yaxın ad deyil, bizə yaxın deyil. Gedirlər sənət düzəltməyə, təzə uşaq olanlar sənət düzəltməyə problem yaranır. Torpaq sənəti, ev sənəti, pasport dəyişməklərə, şəxsiyyət vəsiqəsində problem yaranır. Bizim istəyimiz, bizim xahişimiz odur ki, qardaş, bizim kəndin adı qayıtsın elə Mincə kimi də qalsın, Mincə kimi də tanınıb. Bundan sonra da gələcək nəsil bu kəndi Mincə kimi də tanıtsın. Yəni, bu ad bizə doğma deyil. Bu çətinliyi müəllim biz 2018-ci ildən bu tərəfə yaşayırıq. Kəndimizin abadlaşdırmasına əlaqədar olaraq Cənab Prezidentimiz fərmanı ilə bir neçə kənd, ümumiyyətlə bütün Azərbaycanda ən dağlıq kənddə belə yaşayışın yüksək səviyyədə qurulmasına əlaqədar tapşırıq verilib yolların asfaltlanması, abadlaşdırılması. O proqrama bizim kəndə daxil edilmişdi. 2018-də asfalt çəkiləndən sonra kənd yollarının kənarında səhvən Mincə deyil, Mincə kimi lövhələrdə qeyd olundu və ondan sonra da o formada bütün sistemdə getdi. Hal-hazırda, üzr istəyirəm, yeni doğulan uşaqların sənədlərində, torpaq sənədlərində, alqı-satqı proseslərində biz bu çətinliklə üzləşirik. Aparıq, məsələn, torpaq sənədidir, çıxarışı torpaq sənədidir. Satmaq istəyirik. Çıxarışını almışam 2014-cü ildə. Bayaq sizə də göstərdim. Alan adam gəlir, məsələn, sənədləşməyə gedir. Mincə adında kənd sistemində yoxdur, çıxmır. Təzədən o sənəd bir də dəyişilməlidir, təzə vəziyyətə gəlməlidir, sonra alqı-satqıya getməliyik. Bu problemlər bizə lazım deyil və əgər
mən öz savadsız başımla düşünürəm ki, hansısa bir yerin, bölgənin adı dəyişilirsə, hansısa səbəb gətirilərək dəyişilməlidir. Buna qərar verilməlidir. Yaxşı, dəyişilibsə səbəb nədir, niyə dəyişilib? Bunu da bilmirik. Yəni, kəndin adı başqadır, ancaq Kəndin adı olub Minkə, tarixən 150-200 bundan əvvəl 2018-ci ilə qədər. Minkə. Amma 2018-dən bu tərəfə Mincə. Nəyə görə? Səbəb nədir, onu bilmirik. istəyini İstəyimiz odur ki, kəndin adı əvvəlki vəziyyətinə qaytarılsın. Durub 500 sakinin sənədini dəyişməkdənsə, bir dənə hərf səhvi düzəlsin, biz də çətinlik çəkməyək. Bir sənədin dalıncan 10 dəfə rayona gedib gəlməyək. Maşın tutub gedirsən 15 manata gedir maşın kənddən rayona. Rafiq Həsənov, Elçin Məlikov, Nəzir Nəliyeva, İsmayıllı.